Elyaz müəllim yenə həmişəki kimi olduğun kimi yenə öz vətənə sevgisiyle müqəddəs bayrağımızı öz obyektin qabağından asaraq bir daha ifadə elədi ki, bu millətə necə sadiq bir insan olduğu. Sağ ol Elyaz müəllim, çox sağ ol. Sağ ol. Allah sağlığı sağ eləsin. Bugün bildiğimiz kimi 9 noyabr bayrak günüdür. O günlərdən bu ildə o məqsədlə bayrak günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Bayrağımız uğrunda canından qanından keçən şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza və hərbçilərimizə can sağlığı diləyirəm. Bayramınız mübarək olsun. Sağ ol Elyaz müəllim, sağ ol, çox sağ ol. Əlin qolun var olsun. Danğalanır. Nə gözəl. Sağ ol. Sağ ol.